Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci plenar iclası keçirilib. Hibrid formada təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən rəsmi şəxslər iştirak edib. Tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin dəstəklənməsi, sərhədlər arası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəli aparmaqdır. İclasda AQEM-in baş katibi Səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və Kiçik Orta Biznes İnkişaf Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov çıxış edib. Həm sədrlər, həm üzvlər bu mövzu ətrafında müzakirələr aparılmışdır. Biz Azərbaycan olaraq öz müsbət təcrübəmizi bölüşdük, xüsusilə kiçik orta sahibkarlıq inkişafı istiqamətində KOB evlərimizdən danışdıq. Bu KOB evləri institutunun həmin ölkələr çərçivəsində inkişaf etdirilməsindən danışdıq. Bugün həmçinin iclasımızdan sonra biznes forum keçiriləcək. Biznes forum çərçivəsində artıq konkret sektorlar üzrə sahibkarlar iştirak edəcək və sahibkarların iştirakı ilə biz konkret sahələr üzrə ticari əməkdaşlığı müzakirə edəcəyik və ümid edirik ki, həm sahibkarlarımız üçün, ümumilikdə Azərbaycanın həmsədrlik çərçivəsində bizim ticari dövrəyimiz üçün xeyirli olacaq. Sonra AQEM-ə üzv dövlətlərin sənaye və ticarət palatalarının, investisiyalarının təşviqi agentliklərinin, sahibkarlıqla bağlı təşkilatlarının nümayəndələri tərəfindən təqdimatlar keçirilib. Qeyd edək ki, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə müşavirəyə Azərbaycanlıq sədrliyidir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrliyi KOBE tərəfindən həyata keçirilir. Xeyransa Priyeva, Müqabil Bəbirxanov, Səs TV.